Hə, köynələr. Səhər-səhər yerimiz məlum. Gəlmişəm bax bu bizim Bakımızın ən gözəl yerlərindən birinə, ən mənzərəli yerlərindən birinə gəlmişəm səhər bir hava alım. Hələ dayanmışdım burada, birdən yadıma düşdü ki, o vaxtı mənim rəhmətli atam mənə danışardı ki, bax bu dəqiqə mən durduğum yerdə, bax indi gəlin çəkim mən sizə. Fırladım kameranı o tərəf. Bax görürsüz? Bu düz həmən bu mənzərəli yerin mərkəzidir də, yəni Dağüstü Parkın üstü. Ne zamansa burada Kirovun heykəli dayanıb. O Kirovun heykəlinin altında isə bax indiyənə kimi də, yəni bu sahə boşdur, bilmirəm indi orada nə var. Bura o zaman üçün, yəni 70-ci illərdə çox məşhur bir restoran olub. Bu restoranın adı Drujba olub, dostluq. Yəni mən inanıram ki, bu dəqiqə mənə qulaq asanlar çoxsunun yadına düşəcək həmən bu restoran. Məşhur idi də ona görə ki, elə bir ki Avropa mətbəxi istəyənlər, gəlirdilər məhz bura. Yəni Langet, Kotlet Bakiyevski deyirlər ki, ümumiyyətlə burada bir aləm idi də. Cəmaət üst tuturdu, gəlirdi bura. Hətta deyirlər, dəqiq deyə bilmərəm, bəziləri belə deyir, bəziləri belə, burada nəsə bir musiqi proqram da var idi. Ümumiyyətlə, bu mövzunu əgər mən açmışamsa, çox əfsuslar olsun ki, hal-hazırda bizim milli mətbəximiz, yəni öldürülür, məhv olunur. Yəni bu çox sayılı bu Çuşkarski restoranlar açılıb, nə bilim Məkan, Asiman, yəni belə şərti deyək də, belə bir adları da, hansı ki bizə, yəni Bakıya çox necə söyləyim, doğma deyirlər də. Və hər yerindən duran bu dəqiqə ustalar çıxıb, nə bilim, filankes usta, hamısı başında bir dənə türban taxıb, qıllı-qıllı əlləri ilə yemək pişirirlər, adlarını da qoyublar usta. Yeməklər də ki, yəni, nə bilim, şirəli dana, şirəli maça, hamısı eyni tiplidir. Yəni, götürülür böyük bir dənə bir kusok, yəni, bir hissə, ətin bir hissəsi, yağlı hissəsi, o da atılır böyle en qədərli bir əmcək yağının içinə, başa düşdünüz? O yağın içində də fırça qaynayır, sonra da qoyurlar cəmaatın qabağına. Başa düşürsünüz? Yəni bu Azərbaycan mətbəxi deyil. Bizim çox zərif, zəngin, özümüzə məxsus bir yeməklərimiz olub həmişə. Ümumiyyətlə bir dənə aşımızı götürsək, bizim hər bölgənin bir neçə cür, yəni aş növləri olub da. Amma bu hindiki bu ətləri belə götürürlər, atırlar vedrənin içinə, qazanın içinə. Bu bağışlayın məni Neolit dövrünü xatırladır da, daş adamının dövrləri. Başa düşürsünüz? Daş adamı olan zamanı, o zaman yox idi axı incəliklər, hələ yeməklər kəşf olunmamış idi. O vaxtı nə edirdilər? Daşın içində, ocağın üstündə bişirirdilər. Sonra da biz həvslənirik ki, hər ikinci, üçüncü adamın ödlə problemi var. Hər üçüncü, dördüncü adam insult olur. Hər altıncı, yeddinci adamı infarkt vurur. Da infarkt vurardı. Yəni bizə bu dəqiqə çalışırlar, biz istəməyən, yəni ki bizə məxsus olmayan bu belə deyim deyirsə, hazırlaması ki asandır. Yəni bu belə yağın içində, fırç yağın içində yağlı yeməkləri yeritmək də. Və nəticədə də özünüz də görürsünüz də, gəlirlər otururlar, belə 5-6 dəfə otururlar, çörəyə götürürlər, batırırlar yağın içində, bəh, yağ yeyirsiniz də, yağ, sırf yağ. O canınıza ziyandır, özünüzə yazığınız gəlsin, mətbəximizə yazığınız gəlmirsə, heç olmasa özümüzə yazığınız gəlsin. Başa düşürsünüz? Yəni bax, bu qədər. Bir də sabahımız xeyir olsun. Qəlbdən qəlbə. Baba Məmmədov, bax, belə səhər, gözəl bir səhərdə, bu cürünə bir mənzərəli yerdə, bu cürünə bir incə xatirələrlə sizinlə.